Yenə də deyirəm mən, hərdən baxıram, görürəm Mətbuat Şurası deməli kimisə nəyinəsə təltif elədi. Əvvəla zəhləm gedir. Bu təltif sözü mənim üçün çox ağır. Bilirsin, cəmiyyətdə nə boydana ayrı seçkilik yaradır. Nəyə görə deyirəm? Haqqı olmayan əməkdar jurnalist. Haqqı olan heç, belə deyim də, heç jurnalist. Mən yenə deyirəm, ehtiyac duymuram. Ehtiyac duymuram. Rəşad Məcid öz işi ilə məşğul olsa, bu jurnalistlərlə, əla olar. 525-ci qəzetin baş redaktoruydun, uğurluydun, hər şey yerindəydi. Maşallah, 50 dənə vəzifəsi var. 50 dənə deyir, 3-4 dənəsi. 525-ci qəzetin baş redaktoru, Yazıçılar İttifaqının katibi, Mətbuat Şurasının, nə bilim, sədri, hansısa ictimai, nə bilim, nəyi, bəsdirində. Bir insan bir işi görər keyfiyyətli, maksimum 2 işi. Bunu belə vur, onu öldür 3 işi.